Xaçmaz-Xudat magistral yolunun Alpansay çayı üzərində yerləşən körpüsünün yuxarı hissəsində bələdiyyə sədri Sadiq Ələsgərovun təşəbbüsü ilə zibillik yaradıldığı iddia olunur. Sakinlərin Bakı-Newsa verdiyi məlumata görə, həmin əraziyə müxtəlif məişət tullantıları boşaldılır və bu da ətraf mühit üçün ciddi təhlükə yaradır. Bildirilir ki, tullantıların çay yaxınlığında toplanması həm ekoloji vəziyyətə, həm də ərazidə yaşayan insanların sağlamlığına mənfi təsir göstərə bilər. Sakinlər həmçinin qeyd edirlər ki, oxşar vəziyyət Xaçmaz rayonunun Çiləgir kəndi ərazisindən keçən Alpansay çayının kənarında da müşahidə olunur. Onların sözlərinə görə, çay sahilində də tullantıların yığıldığı qeyri-qanuni zibillik yaradılıb. İddialara görə, həmin ərazi hətta Şollar su kəmərinin keçdiyi sahədir və tullantıların daşınması zamanı su kəmərinin bir hissəsi də dağıdılıb. Bu halın gələcəkdə su təchizatına və ətraf mühitə ciddi problemlər yarada biləcəyi bildirilir. Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını və çay kənarında yaranmış zibilliklərin aradan qaldırılmasını tələb edirlər. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.